Səmədlə o qız, ad da yadımdan çıxıb. Lalə. Hə, Lalə. Güya onlar bir-birlərini sevirmişlər. Mən belə eşitmişəm. Kim? Səmədlə Lalə də. Kimdən eşitmisiniz? Bunu bankda hamı bilir. İndiki həyat yoldaşı ilə də əvvəllər gəzib. Katibəsi olmusunuz da, yəqin xəbəriniz var. Bilmirsiniz onlar necə tanış olublar. Eşitdiyimə görə onları Səməd müəllim tanış eləyib. Sonra Səməd bu qızı şeflə tanış eləyib. Deyəsən teatrda. Lalə axı əvvəllər aktrisa olub. Səmədin də əmisi qızı həmin teatrda işləyib. Lalə ilə də rəfiqə olublar. Səməd Orucovun Laləyə qarşı münasibəti necə olub əvvəllər? Mənə elə gəlirdi ki, Səmədin ondan xoşu gəlir. Amma Lalə Vaqif müəllimə ərə gedəndən sonra başa düşdüm ki, elə deyilmiş. Niyə elə fikirləşdiniz? Çünki onların evlənməyini Səməd çox soyuqqanlı qarşıladı. Şəxsən mən heç nə hiss eləməmişəm. Səməd Orucov tez-tez gəlirdi teatra. Bəli. Səməd müəllim indi də tez-tez gəlirmi teatra? Xeyr. Edar müəllim, ağlabatan fikirdəyəm. Səməd Lalə ilə Vaqifi tanış edir. Qız da özünü soxuşdurur bank ilə. Sonra dilbir olub kişinin başını yeyirlər. Xəyalımda qara hürmüçəyin cəngində çapalayan zərif kəpənək canlandı. Doğrudanmı bu kəpənək ömrünün sonuna qədər hürmüçək torunda çapalayacaq? Bilir. Axı xəncər hürmüçəyin sinəsində qalmışdı. O xəncərin məndə olduğunu isə yalnız ikimiz bilirdik.